Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu'nun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Pancomi TV xəbər verir ki, C. Bayramov və F. Sinirlioğlu arasında təkbətək müzakirələrdən sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Geniş tərkibli görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının hazırki durumu və perspektivləri, regional inkişaflar və çağırışlar, postmünaqişə dövründə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi kimi bir neçə əsas istiqamət üzrə ətraflı müzakirələr aparılıb. ATƏT məkanında təhlükəsizlik mühitinin gərgin və mürəkkəb olaraq qaldığı hazırki vəziyyətdə təşkilatın yeni şərtlərə çevik adaptasiya olunmasının, çoxtərəfli platforma kimi öz aktuallığını qoruyub saxlaması və öhdəliklərini yerinə yetirməsinin tələb olunduğu vurğulanıb. Ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən ATƏT-in aktiv üzvlərindən biri olduğu diqqətə çatdırılıb, xüsusilə hazırki postmünaqişə dövründə əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların mövcudluğu diqqətə çatdırılıb. C. Bayramov postmünaqişə dövründə bölgəmizdəki son inkişaflar, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin yurtlarına qayıdışı, buna əngəl törədən mina təhdidi ilə mübarizə sahəsində görülən işlər barədə tərəf müqabilinə məlumat verib. Postmünaqişə dövründə ATƏT-in Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış sursatlardan təmizlənməsi, həmin ərazilərdə ətraf mühit vəziyyətinin qiymətləndirilməsi kimi istiqamətlər üzrə müvafiq dəstək layihələri vasitəsilə bərpa və yenidən qurma fəaliyyətlərində rol ala biləcəyi ifadə olunub.